Gedim işlərimi həll eləyim, gəlim dırnağıma bu gel tipsini qoymaq istəyirəm. İzləyicilərim var, hansılar ki mənim dırnaq videolarımı gözləyir. Dedim elə çəkiliş edərəm, siz də baxarsınız. Gəldim, hazırlaşım. Buraları hələ də yığmamışam. Əslində demişdim ki, yığacam. Bunu istəyirəm vloqa salım. Vlogda sizin üçün çəkiliş edim. Deməli, mən AliExpressdən sifarişim var idi. Pomadalar sifariş etmişəm. Bunları sizin üçün çəkib göstərəcəm. Hazırlaşdım, çıxdım. İndi gedirəm Essentrikə. Gedim. Bir də torpaq alacağım. Nədənsə mən hər bu mağazaya gələndə telefonu əlimə alıb çəkiliş eləməyə başlayan kimi oran satıcıları başlayırlar məni diqqətlə izləməyə. Həm də arxamca nəsə pıçı-pıçı danışıb deyib gülürlər öz aralarında. Əgər çəkiliş eləməyə icazə yoxdursa, o zaman yaxınlaşıb sadə dillə deyə bilərlər ki, bəs xanım çəkiliş eləmək olmaz. Mən də işimi başa düşəcəm. Yoxsa day diqqətlə izləyib sonra arxamca danışmaq bu artıq heç yaxşı görsənmir. Əgər oradan məni izləyən hal-hazırda satıcılar varsa, o zaman sizə səslənirəm ki, kənardan heç yaxşı görsənmirsiniz. Hətta orada bir xanım var ki, mən hər dəfə ora gedəndə istər çəkiliş eləyim, istər də elə belə diqqətlə nəyisə baxın, mütləq hansısa qab-qacağın arasından məni güdməlidir. Həqiqətən də güdmək deyirlər buna. Biri var kənardan baxıb belə hamıyı izləsin, bir də var ki, sırf məni güdür bu xanım. Yəni gərək mən bir dəfə o xanıma yaxınlaşam, deyəm ki, bəs nə olubdu, nə probleminiz var məndən ki, elə hər dəfə mən gələndə məni belə diqqətlə izləyirsiniz. Yəni sanki mən burada oğurluq eləyəcəm. Düzdür, ola bilsin ki, oğurluq eləyirlər və onlara tapşırıq verilibdi ki, bəs birdən kimsə əl uzunluq eləyər, yaxşı-yaxşı baxın. Yoxsa day qab-qacağın arxasından insanı əməlicə güdmək, yəni bu heç etik bir hərəkət deyil. Və beləliklə alıcı sayını azaltmış olurlar. Bəlkə mən qohumma falan çəkib göstərərəm ki, gəlsin, baxsın. Sizə klient yığaram da, mən burada başqa nə edirəm ki? Bir dənə dipçək aldım, yoldaşım işdən gələndə onu əkdi. Amma baxdım ki, yox, mən digər gülləri də dəyişmək istəyirəm, çoxaltmaq istəyirəm. Ona görə getdim yenidən Essentrikdən 2 ədəd də qab aldım. Düşünürəm, onlar da bəs elədi. Düzdür, bu dəfə isə torpaq çatışmadı. Hətta fikir verə bilərsiniz ki, bəzilərinin başı yoxdur, torpaqsızdır. Və təbii ki, o da sonra getdim aldım. İndi isə gəlin birlikdə dırnaqlarımızı yeniləyək. Artıq bir ay olacaq ki, mən bu manikürlə gəzirəm. Nə qopma var, nə bir şey. Gel lakınızın uzun müddət qalmasını istəyirsinizsə, o zaman öz dırnağınızı yaxşıca pilkalamalısınız, baflamalısınız ki, ümumiyyətlə öz dırnağınızdan parlaq yer qalmasın, ancaq matlaşmış vəziyyət olsun. Əsasən də kutikula dibini mütləq yaxşı hazırlamaq lazımdır. Pilkalamaq, baflamaq, yeri gəldikdə alov frezası ilə də mütləq yüngül toxunuşlarla oraları tam matlaşdırmaq lazımdır. Yəni ki, sizin öz dırnağınızdan parıltı hissə ümumiyyətlə qalmamalıdır ki, gələcəkdə də qoyduğunuz gel lak uzun müddət sizə qulluq eləyə bilsin. İndi isə puşerla kutikulanı geri itələyirəm və başlayıram freza ilə dibini yaxşıca təmizləməyə. Dediyim kimi, əsas qopma səbəblərdən biri isə kutikula dibindən başlayır. Oranı siz mütləq yaxşı hazırlamalısınız ki, gələcəkdə də qopma olmasın. Manikür işi bitdikdən sonra mütləq dırnaqlarınızı spirtləməlisiniz. Sizə məsləhət görərdim ki, spirtlə həll eləyin, çünki spirt çox yaxşı təmizləyir. Həm tozları aradan qaldırır, həm də tamamilə yağlılığı götürür. Gel tipslərin ölçülərini götürdükdən sonra keçirik primerə. Primer isə dırnaq künclərinə dəyməmə şərti ilə tətbiq edirik və gözləyirik 10-15 saniyə havada uçsun. İndi isə keçirik bazaya. Bazayı da mütləq nazik tətbiq edirik. Əgər dırnaqlarınızın uzun müddət yaxşı qalmağını istəyirsinizsə, o zaman istər baza olsun, istər gel olsun, mütləq nazik tətbiq edin. İzləyicim istəmişdi ki, bəs bu dəfə gel tipsləri akrigellə yapışdırım, o da baxsın. İnşallah ki, faydalı olar, çünki xanım çox istəyir ki, özü üçün evdə eləsin, aldırsın nəsə. Belə deyim də sizə, ilk dəfə heç kimdə alınmır. Ən yaxşı ustalarda belə bəzən bir də görürsünüz, lap profi olsalar belə nəyisə aldıra bilmirlər, nəyisə öyrənirlər. Biz də hamımız onların içində mütləq ki, nəyisə öyrənirik. Mən də ilk dəfə idi ki, bu akrigellə eləyirdim. Biraz çətin oldu təbii ki, çünki akrigel elə bir şey idi ki, bu mütləq yaxşı eləməsən içində hava qalacaqdı. O da hava qaldısa təbii ki, o dırnaqda
uzun müddət qalmayacaq. Gördüyünüz kimi mən ustalar kimi birbaşa dırnağıma yox, məhz içini fırça ilə yaydım ki, gel içində lap bərk olsun, hava qalmasın. Düşünürəm ki, o daha çox faydalı olar hər kəs üçün, yeni başlayanlar üçün bir dəfəlik qoymaqdansa belə daha yaxşıdır ki, siz həmin moment görürsüz ki, bəs hava qalmadı. Bu da gördüyünüz kimi artıq qurutmuşam, hava yoxdur. Mütləq qoyarkən baxın ki, hava qalmasın. Düzdür, axıntılar falan olacaqdı. Mənim dırnağımda gördüyümüz kimi onu da freza ilə içini rahatça təmizləmək olar. İndi sizə etap-etap göstərəcəm. İlk öncə spirtlə yapışqan hissələri götürürük və sonra isə keçirik freza ilə diblərini yaxşıca təmizləyirik ki, iz qalmasın. Əgər bununla bacarmırsınızsa eləməyi, bax məhz bu gördüyünüz bu yumru şeylə, adını da bilmirəm. O zaman götürürsünüz aloe frezasını və yavaş-yavaş incə-incə toxunuşlarla təmizləyirsiniz. Çünki belə bir şeydir ki, yəni öz barmağınızı zədələyə də bilərsiniz. Çox ehtiyatlı eləmək lazımdır. Freza ilə işimiz bitdikdən sonra mütləq bütün dırnaqlarımızı yenə spirtləyirik, yenə yağlılığı götürürük, tozları aradan qaldırırıq və sonra keçirik digər işlərə. Əslində gel tipslərin üstünü də spirtlədikdən sonra mütləq primer və baza tətbiq eləmək lazımdır ki, dırnaq sonra yaxşı qalsın. Amma mən birbaşa spirtdən sonra özümü yoxlamaq üçün birbaşa top çəkdim, təsəvvür edin. Sadəcə yoxlamaq istədim ki, görüm neçə gün qalacaqdı topla, yəni bu hazır gel tipslər. Cəmi 2-3 gün sonra yavaş-yavaş başladılar qopmağa, bu dırnağın ucundan tutmuş, soyulmağa başladı. Ona görə mütləq siz də gel tipsi qoyduqdan sonra ilk öncə spirtləyirik, sonra primer tətbiq edirik, primerdən sonra baza, bazadan sonra lap sonda top çəkirik. Manikür işimiz bitdikdən sonra sizə məsləhət görərdim ki, kutikula dibinə kutikula yağı tətbiq eləyin. Ümumiyyətlə nəinki manikürdən sonra, hətta adi hər gün də çəkə bilərsiniz. Bu həm dırnaqları qidalandırır, həm də sağlam uzanmağına kömək eləyir. Bu da son nəticə. Düşünürəm elə də pis alınmadı, amma onu da deyim ki, mənə kvadrat heç yaraşmır. Çünki mənim sədəfim enlidir, həm də barmaqlarım biraz nazikdir. Ona görə yaraşmır. Yəqin ki, fikir verirsiniz də buna. Gələn dəfə yumru eləyəcəm. İndi isə keçək təmizlik işlərinə. Bəzən elə olur ki, biz nəyisə götürür, istifadə edirik, qalır stolun üstündə, deyirsən ki, yox, gedin bir 5 dəqiqə dincəlim, sonra gəlib yığışdıraram. 5 dəqiqədə çəkir, 1 saat olur, 1 saatdan sonra yadına düşür ki, çay istəyirsən, gedirsən ki, çay içəsən, bir də baxırsan ki, bu bardak. Və başlayırsan özünü danlamağa ki, kəş mən buraları yığışdırıb sonra gedib dincələrdim, indi də gəlib bunlarla üzləşməzdim. Bilirsiniz, bu nəyə oxşur? O ki, axşamlar yemək yeyirsən, qabları yığırsan moykaya, deyirsən ki, gedin biraz istirahət edeyim, sonra gəlib bu qabları yuyaram. O da istirahət də o istirahət olmur da, gedirsən birbaşa yatırsan, səhər də durub gəlirsən ki, kuxuna köçür. Və başqa işlər görmək əvəzi başlayırsan qab yumağa. Dəmiri isti-isti döyərlər deyib, biz də vaxtında işimizi görək ki, sonra bu bizə problem yaratmasın. Mağazin açmışıq. Yoldaşımın deməli mədəsində problem var, ağrıyır da, joqası var. Ona görə buyurublar bunu içməyi. Bazarlıqdan gəldi elə. Bunları aldıq. Bir dənə belə otçuların kalbasasını halaldır. Çörək, safirka. Yoldaşımın sifarişi gəlibdi. Gedirəm onu götürməyə. Sizin yoldaşımın da sifarişi var, mənim də. Yoldaşımın üzərində mən də nəsə sifariş eləmişəm. Çadır rəngə şey aşağı. Sifarişi götürdüm, indi gedirəm evə. Garajla gedirəm aşağı. Dəfələrlə olub ki, mən burada açarım qalıbdı evdə və qalmışım burada gözləyə ki, bəlkə kimsə gələr, mənə qapı açar. Sifarişimi təhvil aldım. Kopyalar sifariş eləmişəm. Biri budur. Yay üçündür. Mən bunun qara rəngini almışdım. Nazikdir ki, hava keçirəndir, baxın. Yoldaşım dedi, başqa rənglərini də al. Mən elə bir dənə boz rəngini, bir də göy rəngini də aldım. Sonra
Uşaqlarla gəzməyə çıxıram, parka falan. Belə bir sumkaya ehtiyacım var idi. Poçtalyon deyim sizə, çox rahatdır. İçinə də bir də uşaqların məsəl üçün nəyisə lazım olanda, yüngülvari bir şeyləri, onları atmağa çox da yaxşıdır. Düşünürəm də görkəmcə də düşünürəm çox yaxşıdır. Paslanmaz polad bilərzik aldım, böyük ölçüdə. Məndə var burada balaca ölçüləri. Belə bir brelok aldım. Belə bir şeydir. Bantik sumkadan taxmaq üçün belə. Yeri də belə ürək formasındadır. Çox qəşəngdir. Əsas mən bunu istəyirdim. Çünki mənə yazırlar ki, bəs videolarınız daha aydın olsun deyə belə bir şey sifariş edin. Əslində məndə Temu'dan sifariş etdiyim var idi biri. Amma istədiyim qədər güclü değildi. Ona görə düşündüm ki, bunu alım. Baxın. Bir şeydir. Buradan artırıb endirmək olar. Bu lapisli tondur. Soyuq ton. Bu elə bir daha qəşəngdir, elə bir. Ət var idi. Bundan köftə eləyib suplarını atıram uşaqların. Dedim qoyum ərisin və pişirim onlara. Qoyum da onun içine. Burada ərisin. Pişirim. Biraz işimiz var idi. Çıxdıq şəhərə. Dedik ki, dokument işlərimizi həll eləyək. Bu dokument işləri də heç vaxt bitmir də. Getdik, həll elədik. Sonra dedik bir balaca şəhərdə gəzək, görək təzəlik, yenilik nə var. Şəhərdə gəzərkən belə bir qapılar gördüm binada. Keçmişdən qalan izlərdir. Mən çox bəyənirəm o izləri. Yaxşı ki də toxunmayıblar, yaxşı ki dağıtmayıblar. Hətta o vaxtlar biz Bakıya gələndə tramvaylar var idi Azərbaycanda, Bakıda. Biz də minirdik ona, yolun ortasından gedirdik. Yəni yadımda elə qalıbdı təbii ki. O qədər çox bəyənirdim ki onu. Yolun ortasında tez qaçırsan, hoppanırsan tramvayın içinə, amma sonra onu da ləğv elədilər, çox heyib. 4 il biz Nərmanovda qaldıq. İnanın ki, heç sevə bilmədim buranı. Bəlkə də Nərmanovda yaşayanlar məndən inciyəcəklər ki, bəs Nərmanov elə demək olar ki, şəhərin ən gözəl yerlərindən biridir. Təbii ki, gözəldir, çox qəşəng. Sadəcə mən bura uyğunlaşa bilmədim. Yaxşı ki də sonra qismət oldu, qayıtdıq Razinə. Daha doğrusu Nərmanovdan öncə biz Razində yaşayırdıq. Sonra köçdük Nərmanova, ev almışdıq. Qarşıda gördüyünüz bu rəssamlıq akademiyasını mən bitirmişəm. Demək olar ki, tam da bitirməmişəm, dondurmuşam. Orada mənim diplomum var, gedib götürməliyəm ki, bəs sonra mən işləyə biləm. O da hər dəfə qalır. Həm uşaqlar var, həm də yoldaşım bir balaca istəmir ki, mən gedim onu götürüm, sonra başlayım işləməyə. Bəlkə nə vaxt icazə verər və mən özümə şagirdlər yığaram ki, dərs deyim. Bir də təbii ki, Nərmanovda mənim podruqalarım qaldı, əziz podruqalarım, hansılar ki, əlaqə saxlaya bilmirik. Necə yəni əlaqə saxlaya bilmirik? Yəni nə onların vaxtı var, nə mənim vaxtım var ki, bir söhbətləşək, nə bilim, görüşək, hardasa oturaq, keçmiş günləri yad eləyək. Həqiqətən də çox gözəl xanımlardır. Əgər buradan məni izləyirlərsə, onlara çox-çox salamlar çatdırıram buradan. Hamısı çox gözəldir. Hamınızın yeri mənim üçün özəldir. İndi gəlmişəm Razinə. Razində sadəcə mənim bir tanışım var. Çox gözəl xanımdır. Onun da əkizləri var. Sadəcə onun da vaxtı yoxdur ki, biz oturaq bir hardasa söhbətləşək. Ona görə baxın belə təkəm mən burada. Heç kimlə görüşmürəm, yalnız özüm üçün. Baxın burada əvvəl Pepko var idi. Pepko deyəsən bağlanıb, indi yerinə Rozman açıblar. Gör nə var. Açıq deyil deyəsən. Hey, güzel. Rozman bağlıdır, hələ açıq deyil. Yeməyim yoxdur, üstündə